Balakən rayonunun mərkəzində obyekt satışa çıxarılır. Gördüyünüz bu obyekti. Bazar sorunun yan tarafıda gördüğünüz bu hissə satışa çıxarılır. Ön tarafında Bayraq Muzeyidir. Heydər Əliyev adına parkdır. Obyektin yan tarafı qeyd etdiyim kimi bazar sordu. Obyektin arka tarafında belə bir giriş söz qapısı qoyulmuşdur. Obyekt 38-40 kvadrat ola bilər. Gördüyümüz bu hissədən satılır. Hal-hazırda obyekt arendadadır. Real alıcı zəng edə bilər. WhatsApp ilə, mobil ilə. Qiyməti real alıcı olarsa zəng etsin WhatsApp ilə və ya mobil telefonla əlaqə saxlasın. Tutqalıdır, notarial qaydada alqı-satqı edərək gördüyümüz bu hissəni alıb əldə edə bilərsiniz.